Çoxdandır çəkiliş haqqında bir video paylaşmıram. İndi evə gedirdim. Axşamdır. Biraz sakitçilikdir. Həm də kameraya heç kim düşmür, yəni heç kimin haqqına girmək istəmirəm. Dediyim kimi çəkiliş, yəni tez-tez təkrarlayıram. Bugünkü gündə məhsul satmaq istəyirsinizsə heç bir reklam, həm reklama pul buraxmaq, SMM-şik, videoqraf, bunlar sizə heç bir fayda verməyəcək. Fayda versə belə bir müddətlik fayda verəcək. Hər kəs öz malını özü satmalıdır. Və sən öz malın haqqında özün danışmasan, özün göstərməsən və kamera qarşısına özün çıxmasan, heç vaxt malını sata bilməyəcəksən. Yəni satsan o effekti verməyəcək. Amma özün ki danışdın, sən bu vaxtda həm öz malını satacaqsan, əlbəttə ki, hər şey Allahın izni iləndir. Həm də ki, gələcəkdə sferanı dəyişsən belə, yəni məhsulu dəyişsən belə, ona da satışda problem çəkməyəsən. Yəni bir sözdən öz brendini düzəldirsən də özün danışmaqla. Yəni düz yəqin ki, qaranlıqdır, məni görmürsünüz, amma ən azından səsim gəlir. Bu informasiya çoxsuna belə boş informasiya kimi gəlir, amma inanın ki, bir zaman gələr. Çünki bunu başlayanlar var və faydasını görənlər də var. Bir zaman gələr, bu yerə gəlib çatanda deyəcəksiniz ki, 2 il bundan qabaq bir nəfər bunu demiş.